Bunun içindən indi elə bir şey çıxacaq ki, heç vaxt bundan yeməmişsiniz. Təsəvvür eləyin, dostumuz sırf bu yeməyə görə İsmayıllıdan Bakıya gəldi. Deməli, həftə sonu dostlarla bir məkanda oturduq. Elə restoranın adı da Məkandır. Buranı bəlkə çox adam tanımır, amma yeyib içən məclis adamları yaxşı tanıyır. Həyətə girən kimi adamı ənənəvi yemək kolleksiyası qarşılayır. Növbənöv qazan yeməkləri var. Amma sizə bir sir verim, bura ən çox tuşonkası ilə məşhurdur. Hər halda bizə elə demişdilər. Ona görə də soyuq qəlyanaltılarla mədəmizi qıdıqladıqdan sonra o tərifli tuşonkadan 2 pors dedik. Tam səmimi deyəcəm, dadı və keyfiyyəti gözlədiyimizdən daha yaxşı idi. Ömər demiş, dosta qardaşa qismət olası tuşonkadır. Çoxdandır belə ləzzətlisini yemirdim. Sonra qaymaqlı can əti gəldi. Bilənlər bilir, qaymaqlı yeməklərə aşırı sevgim var. Uşaqlardan kimisi bəyəndi, kimisi dedi ət çox da yumşaq deyil. Amma bilmirəm, ac idik ya nədirsə, qaymaq kimi getdi. Və nəhayət məclisin cekpotu. Dostumuzu rayondan Bakıya gətirən səbəb. Falqada zirinçili heyvalı antrikot. Dostlar, bu o qədər ləzzətli bir tapıntıdır ki, bu qədər restoranlarda oluram, beləsini yeməmişdim. Şefə əhsən. Ətin dadı heyvaya qarışaraq yüngülvari turşməzə dad balansı yaratmışdı. Düzdür, qiyməti çox da ucuz deyil. Səhv etmirəmsə 50 manatdır. Amma insafən, vicdanən dad üst səviyyədə idi. Məkan Əbdüləzəl Dəmirçizadə küçəsində, Bandatteldən aşağıda Bermuda ilə üzbəyüz yerləşir və hər cür qonaq sayına uyğun kabinetləri var. Və bir də həyətin aurası çox gözəl idi. Belə məkanı yadda saxlayın ki, dostlarla oturmağa yer axtaranda köməyiniz